Aferamaz, o gün terminaldaydım, Urmiye gediydim. Sen Məşəd maşınında gördüm. İnşallah Məşədə gediydin, hə? Yerim Xorazan. Allah her şey alsın. Hamıza kısmet eləsin. Allah bu sefer hamıya kısmet eləsin. Maşında da bətər sərsədə vardı, elə bir savaşıydılar. Ha bir qaziyə vardı deyim, hər dostu xidmətən. Özüm bilirsən, mən savatım çoxdur, Tehranda da çox qalmışam. Məsələn, Portugalətə, Kocamiyyə, Ali Kocarə, bunları başarıram. Mən bir təlimdə getdim, şumaram 13 idi, səndələr sayıram da. Saydım 13-cündə otdum. Otdum, bala misafirə gəlirdilər, bir dənə də mənim babamda bir dənə qoca kişi oturmuşdu. Hər dostu xidmətən bir dənə gördüm, xanım, böyle beter modelli, cağlı, bir tane de cüzdanı iğne vurdu. Bu koca şey dedi ki, ağaca kabran çocuğu şomar sandalye, imdat sandalye mani. Bu kişiye dedi. Bu işte de başarılı karşı danışan. Ben geçtim baba dedim dahi, bu değeri bura ben sandalyemde, bu şumarı benim dedi. Şey de öz şumarında. Bu bir labar. Ne kadar gelecekti? Şumarı adı da, sen de sen derdi. O da geçsin olsun obisinde. Dedim kabul edemem, olmaz. Bunlar çok dedi, arabada kaldı bir kişini öldüre. Hey dedi ki, bilen çok. Ben de narahat oldum. Gördüm olmuyordu. Geldim bir şey dedim ki, hacı abi, sen harcı esersen bak. Dedim ben yerim meşede. Dedim səfiyin biri səfiy, bu səndər məşədə getmir. O birisi səndər məşədə gedir. Keçdi öptü yazı sadəxdən orada. Mən sözümə inandı.